Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa yoluxub. Bu barədə Teleqrafa Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Nazir bugün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi, Interfood Azərbaycan və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Kaspian Agro sərgilərinin açılış mərasimində iştirak etməyib. Nazir Bakıda keçirilən Kaspian Agro sərgisi ilə əlaqədar COVID-19 testi verib. Testin nəticəsi müsbət çıxıb, ona görə də nazir sərgidə iştirak edə bilməyib, nazirlikdən bildirilib. Qeyd edək ki, hər il olduğu kimi, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bu il sözügedən sərgilərin açılışında iştirak etməli imiş. Hətta ötən gün media əvvəlcədən verilən proqramda nazirin açılışda iştirak edəcəyini bildirib. Bugün isə sərginin açılışını Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov edib. Məmmədovun koronavirusa yoluxması barədə ilk xəbəri Yeni Sabah yayıb. Xatırladaq ki, nazir dünən Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edgars Skuya ilə görüşüb.